Hər vaxtınız xeyir olsun, dəyərli müəllimlər, müdavimlər. Mən Natavan Cəmalzadə, kurikulum üzrə təlimçi. Hər birinizi salamlayıram. Bilirik ki, sertifikasiya imtahanını uğurla başa vermiş müəllimlər artıq müsahibəyə hazırlaşır. Biz də tez-tez müsahibə suallarının izahını paylaşacağıq. Müsahibə üçün canlı yayımlar açacağıq inşallah avqustun 20-sindən sonra. Və müsahibədə verilmiş bir sual. Liberal müəllim kimdir? Bu sualın izahını verməmişdən əvvəl sizə dərslərimiz haqqında məlumat verim ki, avqust ayının 15-i bizim tam sıfırdan müsahibə dərsimiz başlayır. Biz dərsi canlı keçirik. Digərləri kimi ümumi link atıb YouTube-da özümüz danışmırıq. Hər kəsi fərdi şəkildə sual cavab edirik. Bilirsiniz ki, müsahibədə danışığa, ünsiyyətə daha çox fikir verirlər. Və bu zaman biz sizə psixoloji sualların izahı, kurikulum sualların izahı, özünü təqdim etmə, mövzunu təqdim etmə, şagird bacarığının qiymətləndirilməsi və bu müsahibə çərçivə sənədinə nə daxildirsə, hər bir şeyi sizə öyrədirik. Heç bir vəsait almırsınız. Bütün materiallar biz tərəfindən sizə göndərilir. Yalnız bir dəfə ödəniş ödəməklə siz bizim müsahibə dərslərimizə qoşula bilərsiniz. Və ən əsası müəllimlər, sizin şəxsi səhifənizə 5 mövzu gələcək. Biz bu 5 mövzunun icmalını da hazırlayıb sizə verəcəyik. Bu da müsahibə proqramının içərisindədir. Müsahibə o ödənişin içərisindədir. Bir dəfə ödəniş ödəyəcəksiniz. Həm dərslə təmin olunacaqsınız, həm dərs vəsaitlərindən, həm canlı dərslə və ən əsası digər təlimçilər sizə icmal nümunəsi təqdim etdiyi halda biz sizə 5 icmalın 5-ini verəcəyik. Dərslərimizə qoşulmaq üçün ekranda gördüyünüz 050 837 0305 nömrəsinə yazaraq dərslərimiz haqqında geniş məlumat əldə edə bilərsiniz. İndi isə başlayaq sualın izahına. Liberal müəllim kimdir? Bilirsiniz ki, müəllimlər var demokratik müəllim, var proaktiv müəllim, var liberal müəllim. Yəni bunlar yeni müəllim tipinə aid olan terminlərdir. Bilirsiniz, demokratik müəllimdir, proaktiv müəllimdir. Bunlar şagirdə sərbəstlik verən, müstəqillik verən, şagird fəaliyyətini dəstəkləyən, şagird potensialını üzə çıxarmağa çalışan müəllimlərdir. Şagirdlə subyekt yanaşmasında olur. Eynən liberal müəllim də şagirdə azadlıq verən müəllimdir. Azadlığı sevən müəllimdir. Amma buna baxmayaraq, biz şagirdlərə nə qədər azadlıq versək də, biz bunu çərçivə daxilində etməliyik. Şagird çərçivədən kənara çıxmamalıdır. Yəni, azadlıq xüsusi çərçivədə olmalıdır. Nə qədər kurikulum desək ki, biz azadlıq verməliyik şagirdə, müstəqillik verməliyik. Tamam, bunu verməliyik təbii ki. Amma müəyyən sərhədlər daxilində. Misal üçün, mən dərsi keçirəmsə, bu həmin mövzuya aid biz müzakirələr eləyə bilərik, şagird sual verə bilər, əməkdaşlıq eləyə bilərik. Yoxsa şagird mənə durub havadan suban sual verə bilməz ki, mən də bunu dəstəkləyim və deyim ki, mən liberal müəlliməm, şagirdə azadlıq verirəm. Xeyr, hər bir şey öz çərçivəsində olmalıdır, öz sərhədində olmalıdır. Elə hər bir şey də öz sərhədində olanda daha gözəl olur. Biz şagirdlərə nə qədər azadlıq versək də, bu müəyyən çərçivə daxilində olmalıdır. Bugünkü sualın izahı bu qədər müəllimlər. Sağ olun, hər birinizə xoş dinləmələr, hər birinizə zehin açıqlığı arzulayıram. Onu da qeyd edim ki, siz bizim YouTube kanalımıza abunə olaraq, gündəlik olaraq artıq müsahibə sualları paylaşacağıq, canlı yayımlar açacağıq. Bunlar xəbərdar ola bilərsiniz.